Herkese salamlar dostlar. Bugün Bentley ile drift eləyəsiyik. Dəyişməyəcəm dedim, amma fərqinin rənginə baxa bilməyib dəyişdim. Maşını və belələmişdim amma Bentley. Bu gün də bununla drift eləməyə çalışacağım. Biraz bu maşınla deyirəm, bir cana gələk. Azca bu maşından işlər görək. Baxın da baxın, buradakı garaj da doludur. Buradakı garaj da doludur da. Ama mən hiss edirəm, bütün qarajlar yergəndə də doldururuq da. Bütün qarajlar dolur. Bir neçə maşının sonra elə bir neçə maşının sonra qarajlarımız dolacaq. Burada 2 dənə maşın ala bilirik. Burada da 3. 5 dənə maşın alsam, qarajlarım dolmaq üzrə olacaq. Ona görə mən hava yaxınlarda bir dənə qarajlarla ev alım. Oradakı qarajlar var. Bunlardan almaq lazımdır oyuna. Hal səhv eləmirəmsə, Asaqada var idi, amma məndə yoxdur bir dənə. Buradakı qarajların hamısı, bunların da şəxsən özünün yergəndə almalıyam. Yaxınlarda bu işlər inşallah həll olunar. Məqsədini biləcəm, şunu da hər şey məqsədi və almışam. Ola maşın. Oy. İki də qırmızıdır. Qırağı da var ya. Yox, 133 kilometre sürmüş o ev bu. Maşından arasala tez sürə. Hələ yığdırmalıyam, əgər yarıqdayam yığdırsaq nətə olacaq. Mən yeni bir dənə ev almaq istəyirəm, burada 2 milyonluq ev. Bax, buranı almaq istəyirəm mən şəxsən. Bir gün gələr o evi də alacaq elə. 2008-dənsə belə mən bu maşınlarla, super ötəsi maşınımla istəsəm belə mən pulu rahat kasa biləcəm yenə. Nə hızlı gedir. Həqiqdən maşının hızlı qəşəng də. O ən çox verənə geyim. Orada ən çox verir, ona geyim mən elə. Aynı aksida bunu bu gün aldım. Mən də bugünkü videosunu çəkirəm elə. Bu maşının drifti qəşəng də. Heç danışmamalıyam, çünki uzun bir drift yerində. Bir maşını gözləyini yığdıracağım.
Hmm. Bunun özünü biraz yaxşı edelim Allah. Gazı Lexus 21 min eləydi. Buna ne oldu? Ay. İki tane xalq yarışını deyil ya. Adam pul kalmış olaraq bəlkə də. Bu Lotus imiş, Lotus. Ha maşın nə qədər gedirdi təxmini o bil yadımdan çıxartdım indi də. Bu elə bir dayanıqlıq yarışı sonra bu, dayanıqlıq yarışı sonra bu. Dayanıqlıq yarışı sonra bu nədir? Drift sonra bu, drift sonra bu, drift sonra da bu. Öyle da yani böyle de oynayaq. Adamımıza pul getmiş olar bəlkə. Tünel. Qardaş tünel var ya buradan biləcək. Haydi ona çırpası yedim azıcık da bak. Sütaşan çırpası yedim. Ceriden giriş deyir. Ceriden giriş. Bu da 26 min verir görə. Bıraxmadı o dəqiqədə nə olur bu drifti. Elə buraxır şey, eləyə bilmir sonra da. Ben indi burada aha da öncə nə oldu 2999 yazdı oğala. 2999 yazdı oğala. Orada yan yüksək Gişəyə doxçu. Drift şaheseri. Cəbələn drift şaheseri eləyək.
Her şey sası artık. Şş. Ne 7500 eləyir ona. Gah 7500-dən daha da çoxlarını eləyə bilirik hələ. Ay da getdi. Niyə ki kuram ki taladan bir dənə başvurumu savlaşım da. O kadar heyecanlı olmuşam ki. İçimizə nə heyecan girib ki. Bunu da eləyəmirəm. Bence bana buna kadar dur. Hayda. Yine sıradan başta zivil. Normal drift oynayamırıq. Neyse abi benimle ilə nə oldu ki? Bu sefer de 15 bin elədi o. Ha bunun da bir devamı var yani devamını durmak lazım.
Ne kadar vaxt ver en azı. İlk basamadım ha bu tavşığa girme şeylerin hadi nəsə çətin basa biləm. Bu da 1 dəqiqə ver. O da şəxsən 1 dəqiqə ver niyəsə. Grafiki bu dəfə dəyişdirək deyirəm bəlkə. Açın bu Georgialarda oynayaq baxarıq sonra ardına. Georgiaları elə bir şey silmişdim. Zaten bir də aktiv elədi o hələ ki. Ne kadar basırsan ki Bentley. Deyin ki ne otogaleriden falan gelmedi ama maşın. Otogaleriden olsaydı bir düşünəcəyik. Ya da neyniyəm ki otogaleriden bu maşını aldım. Yaxşı da günlüklərdən gəldi. Olsa mən o yeni şəhərin yolunda baxaram bir dənə. Bu sefer düzgün eləyim, nə olar artıq. Hadayan. Jozan Məlik Show. Hayda, orada çıplaq olardı ki indi. Yanasan Bentley, bu nə driftdir? Bilmirəm mənlikdə yoxsa bu maşınlıqdır. $15.640 gələn 15.000-lərdən eləyirəm bu dəfə. Biraz da yığdıraq deyəm. Ən azı biraz da yığdıraq. Zamanda bu maşından o qədər yaxşı günlər olar ki.
Əvvəla bu oyunda 1 milyondan çox pulumuz var idi, yadımdadır. 2023'ə 2010 yağı biraz 2023'də mən 1 milyondan çox pulum olmuşdu. 10 milyonda falan da qədər pula qalxmışdım. Hamısı yadımdaydı. Hamısı yadımdaydı, hamısı da yadımdadır yəni mən olan. Hamısı yadımdadır. Çox heyif ki olar getdi. 2023'ə kimi aparaq özümüz azca bu oyunda, değil mi? Aparaq. Bundan sonra bir dənə də drift eləyirik daha sonra bugün Bentley günü elədik və ən az driftimiz oldu bir gözəl. Maşın da çox kirləndi. Ya da bir dənə ya da yox bu günlük bitirək. Bu günlük bitirək. Başqa səfər yenə girib biraz oynayarıq. Hələ bunu yığdırmaq var ya, gəlin bir dənə buradan düşək. Hoppa. Bu gün də videonun sonu. Görmüş olduğunuz kimi Bentley günü elədik bu gün. Yenə bu oyunda yenə fərqli yeni maşınlar almağa davam edirik. Alacaq da bu günlük məndən bu qədər. Sağ olun, salamat qalın, görüşənə.